Allah hər kəsə arzu etdiyi evi nəsib etsin. Hal-hazırda Maçlar qəsəbəsindəyəm. Məndən ucuz, münasib qiymətə ev axtaranlar, ev istəyənlər, şəxsi tikili ev çox gözəl qiymətə təklif olunur. Evin böyüklüyünə baxın. Mən sizə öncəliklə evin kənar hissəsini göstərim. Köhnə tikili, şəxsi tikili bir evdir. Yəni evin içərisinə girəndə də hiss eləyirsiniz həm keyfiyyətə, həm də ki, köhnə tikili evdir. Ən çox münasib qiymətə ev istəyənlər üçün əla bir təklif. Evin özü 110 kvadrat 3 otaqlı evdir. 3 otaqlı olmasına baxmayaraq 110 kvadrat əla bir sahədir. Yəni olduqca ev geniş evdir. Ümumilikdə 1,5 su torpaq sahəsi üzərində inşa olunub, həyətinə maşın keçmək üçün yeri yoxdur. Belə bir balaca qapısı var. Ancaq evin qarşısı məhəllə genişdir. Orada rahat şəkildə maşın saxlaya bilərsiniz. İndi isə keçdik evin içərisinə. Evin sənədləri tam qaydasındadır və hal-hazırda mən koridor hissəsindəyəm, dəhliz hissəsindəyəm və evin sağ tərəfində geniş bir mətbəxi mövcuddur. Tam təmirli giriyaşa bir evdir. Sənədləri tam qaydasında, ipotekaya yararlı bir evdir. Onu sizə göstərim. Sanitar qovşağını göstərim. Çox gözəl şəkildə təmir olunub. Bir yaşa evdir. Bayaq da qeyd etdiyim kimi ümumilikdə 110 kvadrat metrdir. Qiyməti olduqca münasib. Qiyməti 67.000 manatdır bu evin. Divarların qalınlığını sizə göstərim ki, həqiqətən bu bilinəcək. Evin də aurası olduqca gözəldir. Bu da yataq otaqları. Bir qonaq otağı, 2 yataq otağı, gözəl geniş mətbəx, sanitar qovşağı və dəhlizdən ibarətdir. Hər otaqlarında da pəncərələr evin həyətinə baxır. Evin də yanına bayaq sizə göstərdim. Arxasına keçmək üçün yeri var, yer qoyulub. Maçlar qəsəbəsində yerləşir, sənədi çıxarış, evin də torpağında çıxarışı var. İpotekaya yararlı 67.000-lik ev təcili əlimyanda da satılır. Həyəti də genişdir. Yəni evin həyəti yox, küçə hissəsini deyirəm. Evin həyətində də belə yay ayları üçün stol qoyub əyləşə bilərsiniz. Ancaq maşın keçmək üçün yeri yoxdur. Bu şəkildə yerdən kürsülüdür 2 daş. Ancaq bura hündür yerdir, nəm yer deyil. Yəni çox da kürsüyə ehtiyac yoxdur. Adətən bizdən çox kürsülü ev istəməyənlər çox alıcılar olur. Yəni həqiqətən münasib qiymətədir və bu evi qaçırmayın, çünki bu ev qalmayacaq.